O şəxslər ki, o kəslər ki, indi bu axır neçə günlərdə ərəblərə qarşı aksiya altında gəlib müsəlmanların cümə namazına, müsəlmanların ictimai ibadətlərinə və onların ictimai məsələlərinə mənfi baxmaqları yaxşı baxış deyil. Həmi qeyri-insani baxışdır, həmi düzgün bir baxış deyil. Çünki dəfələrlə bu tribunadan deyilib ki, bizim xalq Gürcüstanın dövlətçiliyində, Gürcüstanın çiçəklənməyində müstəsna rolu olan bir xalqdır. Bu tarixən belə olub. Gelib arxivi də araşdıra bilərlər, hər tərəfə də baxa bilərlər ki, Gürcüstanda yaşayan Azəri dilli, bizim dilimizdə danışan xalqlar bu ölkənin çiçəklənməyində, suverenliyində, iqtisadi inkişafında müstəsna rolu olan bir xalq olmuşuq. Ola bilər bir dənə ölkənin hansısa bir ölkə ilə siyasi problemi ola, onu o ölkədə yaşayan insanların dini inancınla gətirib, üz-üzə qoymaq xoşa gəlməz bir hadisədir və yaxşı olar ki, buna diqqət eləsinlər və bu məsələlər yaxşı məsələlər deyil. Bizim Qur'an-ı Kərim bütün peyğəmbərlərə baxışı budur ki, Həzrəti İsa, Həzrəti Musa, Həzrəti İbrahim fərqi yoxdur. Qur'anda adı olan və olmayan 124 min peyğəmbərin biz peyğəmbərliyini qəbul edirik. Biz Həzrəti Məryəm Salamullah əleyhanın haqqında Qur'anda surə var. Yəni, bunu çox da geniş deməyə ehtiyac yoxdur. Təbii ki, bu məsələlərin arxasında öz iştahını güdən insanlar var, öz çirkin planlarını həyata keçirmək istəyən insanlar var. İnşallah onlar da müvəffəq olmazlar. Biz gözəl və əmin-amanlıqda olan dövlətimizdən gözləyirik ki, bu məsələləri inşallah qanuni şəkildə öz yerinə qoya bilərlər və qoyacaqlar, bunu güman edirik. Bu bir məsələ ki, istədim inşallah qardaşların nəzərinə çatdırın. Bir də qardaşlardan bir xahişimiz budur ki, çalışın bu məsələlərə, xüsusən mömin təbəqə, sosial şəbəkələrdə bizə aid olmayan məsələlərə, təhlilini bacarmadığımız məsələlərə reaksiya verilməsin. Və bilin ki, həmişə beləsi bir işlərdə üçüncü bir dəstə var. Onların özlərinin ummacaqları var. Onlardan fərqi yoxdur. Kim haqdır, kim batildir, belə adamlar tarixdə olublar, indi də vardılar. Məsələn, tarixdə, əgər biz tarixə nəzər salsaq, Ömər Səədin İmam Hüseyin əleyhissalamın yanında olmağını gələk göröydük. Əgər tarixə baxsaq, amma o öz çıxarına görə başqa cinahı seçmişdi. Çünki onun atasını Muaviyə öldürtdürmüşdü. O gələk tarixə baxanda bu tərəfdə olurdu. Ona fərq eləməyirdi. Çünki onun marağı hardaydı, oraya giderdi. Ona görə bugün üçüncü bir cəbhə hətmən var ki, öz maraqlarının arxasındadılar. İndi xarici qüvvədir, daxili qüvvədir, fərq eləməz. Möminlər inşallah gələk oyaq olsunlar və sosial şəbəkələrdə çox reaksiya verməsinlər bu məsələlərə. Bu bir məsələ ki, İnşallah, gənə deyirəm, bir ölkənin başqa bir ölkə ilə siyasi, iqtisadi problemi ola bilər. Ərəblər gətirib buraya iqtisadi yatırımlar eləyiblər. Nədir? O bizə aid olmayan bir işdir. Amma onun arxasında gətirib müsəlmanların cümə namazını bağlamaq, müsəlmanların ictimai ibadətlərini bağlamaq və burada yaşayan müsəlmanları onlara nisbət vermək, bu həm dövlət qanununa ziddir, həm ədalətsizlikdir, həm də xoşa gəlməz hadisədir. Biz dəfələrlə demişik, gözəldir, hər şey öz yerində. Elə İslamın əsas prinsiplərindən biri budur ki, ədalətin mənası budur ki, bir mənası. Ədaləti əgər məna eləsək, hər şeyi öz yerində qərar verməyə deyərlər. Bizim xaçla problemimiz yoxdur. Xaç gözəldir, məsihilər yaşayan kənddə, məsihilər yaşayan şəhərdə. Aypara gözəldir, məscid gözəldir, müsəlmanlar yaşayan məntəqədə. Nə sən gətir müsəlmanlar yaşayan məntəqədə öz dini ayinlərini tətbiq eləməməlisən, nə də biz də aparıb, məsələn, Məsihi yaşayan bir kənddə, ya şəhərdə məscid tikmək kimi, məsələn, və ya dini başqa bir şey eləmək kimi işimiz yoxdur. Ona görə hər bir millətin, hər bir burada yaşayan insanların gələ hörməti, ehtiramı həm hüquqi cəhətdən, həm dini cəhətdən, həm insani cəhətdən qorunsun.